Salam əziz YouTube izləyicilərim. Bugün ginekologiyada aktual mövzulardan biri olan polikistik yumurtaqlar sindromundan və yaxud da Steyn-Leventhal sindromundan sizə məlumat verəcəm. Ümumiyyətcə polikistoz bir xəstəlik deyil, poliendokrinoloji bir problemdir. Yəni polikistik over sindromundan və yaxud da polikistik yumurtaqlar sindromundan əziyyət çəkən qadınlar və yaxud da qızlar biz müayinə zamanı bir neçə endokrinoloji pozuntulara rast gəlirik. Belə qadınların əsas şikayətləri nələr olur? Əlbəttə ki, polikistoz birincili və ikincili olaraq iki yerə bölünür. Birincili polikistoz qız uşaqların ilk menarxi, yəni ilk aybaşı görmə vaxtına qədər demək olar ki, aşkarlanmır. Lakin belə qızlarda aybaşı gecikmələri, tüklənmə, alopesiya, yəni dazlıq və yaxud üzdə olan sızanaqlar, insulin dirənci, kilo artışından əziyyət çəkirlər və uzun müddətli aybaşı görmədikləri üçün ilk dəfə ginekoloji müayinə zamanı bu qızlarımıza sizdə polikistik over sindromu deyə ginekoloq diaqnoz qoyur. Bəzən isə ikincili polikistoza da rast gəlir. Bu isə maddələr mübadiləsinin pozulması fonunda, əsasən də insulin dirənci fonunda yaranan və yaxud da böyrək üstü vəzinin hormonların pozulması fonunda yaranan polikistik over sindromudur. Polikistik yumurtaqlar sindromunun əsas əlamətləri qeyd elədiyim kimi anovulyasiya ilə gedən ovulyator pozğunluqdur. Və bu zaman qadınların yumurtaqların üzərində yetişib çatlamayan follikullar orada bir muncuq kimi düzülərək hətta 10-12-dən daha çox olurlar. Polikistik yumurtaqlar zamanı hər adət döngüsündə qadının bildiyimiz kimi follikulu yetişib çatlamalıdır. Belə qadınlarda isə anovulyator keçir, yəni ovulyasiya olmur və yaxud da çox gec ovulyasiya görürlər. Və həmçinin kliniki müayinələr zamanı belə qadınlarda insulin dirəncliyi, hiperandrogeniya, yəni kişi tipli hormonların daha yüksək olması qeyd olunur. Əlbəttə ki, birincili polikistik over sindromundan əziyyət çəkən qadınlarda demək olar ki, müalicə etmədən hamiləlik olmur. Lakin ikinci tip polikistik yumurtaqlar sindromunda isə bəzən spontan olaraq heç bir müalicə etmədən də bu qadınlar hamilə ola bilirlər. Polikistik yumurtaqlardan əziyyət çəkən qadın qruplarını mən bir neçə yerə bölərdim. Bura əlbəttə ki, erkənlik dönəmində olan qızlarımız, orta yaş qrupu və yəni ki, reproduktiv yaşda olan qadınlar və yaşlı qadınlar olaraq 3 qrupa bölürəm. Bu qadınların bu yaşına uyğun olaraq da polikistozun bunlara verdiyi fəsadlar müxtəlif olur. Gənc yeniyetmələrimizdə əgər polikistoz görülürsə, belə qızlarımızı əsasən kişi tipli tüklənmədən, aşırı kilodan, çəki alıb vermədə problemlərdə, alopesiyadan, sızanaqlardan və insulin dirəncindən əziyyət çəkirlər. İkinci tip qadınlar, yəni orta fertillik yaşında olan qadınlar isə əsasən sonsuzluqdan əziyyət çəkirlər. Lakin 40 yaşı üzərində olan qadınlarda ki, hansı ki, bunlarda da polikistoz görülür. Belə qadınlar ən çox polikistoz yumurtaqlar sindromuna bağlı olan qanamalardan, kardiovaskulyar, yəni ürək damar problemlərindən, şəkərli diabetdən və bir də ən ağır fəsad olan bəzi hallarda yumurtalıq xərçənginə də gətirib çıxarda bilər. Əgər bir qadın vaxtında həkimə müraciət etməzsə, bu zaman yumurtaqların ölçüsü həddindən artıq böyüyür, yumurtalığın qabığı, yəni korteksi daha qalın olur. Bu qadında daha ciddi fəsadlara və müalicənin daha gec nəticə verməsinə gətirib çıxardır. Buradan əlbəttə ki, mən həm valideynlərə səslənirəm. Əgər sizin qızlarınızın 15 yaşa qədər görürsünüz ki, aybaşı olmur, mütləq qaydada ginekoloji müayinə aparın və yaxud da ki, uzun müddət hamilə qalmayan qızlarımız da mütləq qaydada vaxtında ginekoloji müayinə olsun. Çünki vaxtında qoyulan diaqnoz və aparılan müalicə gələcəkdə daha ciddi ağır fəsadlardan sizi qorumuş olur. Bu və bu kimi videolarımızın ardını görmək istəyirsinizsə, əlbəttə ki, kanalımıza abunə olmağı unutmamalısınız.